Allah Təbarək və Teala Quran-ı Kərimdə Ələq surəsinin 14-cü ayəsində buyurur Bismillahirrahmanirrahim Ələm ya'ləm bi'ənəlləhə yərə. Çox düşündürücü, çox əzəmətli ayədir. Həqiqətən ariflərin bir çoxu bu ayənin haqqında çox tövsiyələr eləyibdilər. Və o cümlədən kamil arif olan Ayətullah Behcət ağa hər kim ki onun yanına gedərdi, ondan bir nəsihət istəyərdi, Ayətullah Behcət bu nəsihəti eləyərdi ona. Derdi, bir ayə var Quran-ı Kərimdə, o ayəni hər vaxt ağlınızda saxlasanız, hər vaxt o ayə ilə yaşasanız, müvəffəq olarsınız, ali hədəflərə çatarsınız. O ayə bu ayədir ki, Allah Təbarək və Teala buyurur, Ələm ya'ləm bi'ənəlləhə yərə. Deyir, siz eləmi zənn eləyirsiniz ki, Allah sizi görmür, etdiyiniz işlərdən xəbərdar deyil. Siz eləmi təsəvvür eləyirsiniz? Bu ayə əgər bir bəndə istəsə günahla qarşı-qarşıya gəldiyi zaman günaha meyli olsa, əgər bu ayəni hər daim insan ağlında saxlasa ki, Allah həqiqətən məni görür, etdiyim şeylərdən xəbərdardır, o zaman o səbəb olar ki, insan günahdan uzaq olsun. O səbəb olar ki, insan xətadan, səhvdən uzaq olsun. Quran-ı Kərimdə başqa bir ayə var. Həqiqətən o ayə çox ümid verici bir ayədir. O ayə bu ayədir ki, Allah Təbarək və Teala Hədid surəsinin 4-cü ayəsində buyurur və huvə mə'kum aynəmə kuntum. Deyir, siz harda olsaz Allah sizinlədir. Hara getsəz Allah sizinlədir. Bu əvvəl qeyd elədiyim Ələq surəsinin 14-cü ayəsindən bu ayə çox üst-üstə düşür. Bir-birini tamamlayır. Bu Ələq surəsinin 14-cü ayəsində Allah Təbarək və Teala ki dedi, siz eləmi zənn eləyirsiniz Allah sizi görmür, sizin işlərinizdən xəbərdar deyil. Bu Hədid surəsinin 4-cü ayəsində də Allah Teala buyurur ki, və huvə mə'kum aynəmə kuntum. Deyir ki, siz harda olsaz Allah sizlə bir yerdədir. Harda olsaz. Yəni xatırla ki, Allah səni görür və sən hardasan, Allah sənlə bir yerdədir. Çətinlik olan vaxtı da sənin yanındadır, xoşbəxtçilik, firavanlıq olan vaxtı da sənin yanındadır. Savab iş gördüyün zaman da sənin yanındadır, günaha meyl etmək istədiyin də vaxtda da sənin yanındadır. Ona görə gərək bu ayələr dilimizin əzbəri ola, ağlımızda hər daim təkrar eləyək ki, Allah Təbarək və Teala bizi görür və biz hara getsək o bizləndir. Allah bizi gördüyünü biz hər zaman günahla qarşı-qarşıya gələndə xatırlasaq, xoş bizim halımıza ki, günahdan uzaq olarıq. O zaman ki, günah etmək şəraiti yarandı, gərək ağlında saxlayasan. Ayətullah Behcət bunu deyirdi, tam da bunu deyirdi ki, o zaman ki, istəyirsən müvəffəq olasan, mənəvi zirvələri fəth eləyəsən, günahla qarşı-qarşıya gəldiyin zaman bu ayəni xatırla ki, Allah səni görür. Və bir dənə də ayə var Quran-ı Kərimdə, çox ali ayələrdəndir, hamısı alidir təbii ki. Bu ayə, elə bu ayələrə mən az öncə oxuduğum, qiraət elədiyim ayələrə çox yaxındır. Bir-birini tamamlayan ayələrdəndir. Bir dənə ayə ki, Quran-ı Kərimdə var, o ayədə də Allah Təbarək və Teala buyurur ki, فَأَيْنَ تَزْهَبُونَ. Biz tələbəlik dövründə elə ki, otağımızdan eşya çıxırdıq yataqxananın otağından, bu ayəni yazıb qapının üstünə vurmuşduq.
Hər qapıdan eşə çıxanda bu ayəni oxuyurduq. Fa aynə təzhabun. Mənası budur ki, hara gedirsən? Hara gedirsən? Getdiyin yol Allahın rizayəti olan yoldur, yoxsa şeytan istəyən yoldur? İnsan bu 3 ayə kifayət eləyir ki, özünü düzəltsin. Bu 3 ayə, hətta mən deyərdim ki, 3 ayə yox, 1 ayə kifayət eləyir ki, insan özünü düzəltsin. Əgər istiqamət axtarırsa da, gərək bu 3 ayəni ağlında saxlaya. Birinci ayə budur ki, ələm ya'ləm bi ənəllahə yərə. Siz elə mi zənn eləyirsiniz, Allah sizi görmür, sizin əməllərinizdən xəbərdar deyil? Siz elə mi zənn eləyirsiniz? İkinci ayə bu ayədir ki, və huvə məkum aynə mə kuntum. Siz hara getsəz bilin ki, Allah sizinlədir. Allah sizlə birlikdədir, sizin yanınızdadır. Hətta Allah təbarək və teala Quran-ı Kərimdə deyir ki, mən sizə şah damarınızdan, buradan keçən şah damar var ha, deyir ki, o şah damarınızdan belə yaxınam. Və üçüncü ayədə bu ayədir ki, insan hər gün evindən çıxıb harasa gedəndə bunun fərqində ola, bu ayəni axlında tuta. Ayə də bu ayədir ki, fa'aynə təzhabun. Evdən çıxanda ümumiyyətlə mənim əzizlərim, mənim qardaşlarım, mənim bacılarım, evdən çıxanda həmişə ağlınızda tutun ki, mən ki, indi bir yerə gedirəm, bir səfərə çıxıram. Bu səfər Allahın razı olduğu səfərdir ya yox. Allahın rizayəti olan yerə gedirəm, yoxsa qəzəbi tutacaq bir yerə gedirəm. Mən hara gedirəm? Allah məndən nə qədər razıdır getdiyim yola görə? Gərək insan bunu hər daim ağlında saxlaya ki, mən hara gedirəm? Getdiyi yola insan diqqət yetirə. Bu ayələri özümüzə ülgü götürsək, bu ayələri hər daim ağlımızda tutsaq, bu Ramazan ayında həqiqətən Allah bizi çox-çox yüksəklərə aparar. Çox ali bir zirvələri bu ayələrin sayəsində, əgər bu ayələri oxuyub özümüzü düzəldiriksə, bu ayələrin sayəsində bir çox mənəvi zirvələri fəth eləyərik. Allah şahiddir, bu ayələrdə çox sirlər, çox mənalar, çox fəzilətlər, bərəkətlər yatır. Çox bərəkətlər yatır. İnsan o vaxt ki, günahla qarşı-qarşıya gəldi, şeytan o vaxt insana qalib gəlir ki, Allahı sənin ağlından çıxarda. Ahirəti, qiyaməti sənin ağlından çıxarda. Əgər ki, bu şeylərdə şeytan müvəffəq oldu, sən günaha meyl eləyəsən, günah işi görərsən. Günahdan uzaq olmaq üçün insanda gərək təqva ola. Təqva olmağın da, təqvalı olmağın da yolu budur ki, Allah təbarək və teala buyurur. Nə buyurur? Der ki, Kutibə aleykumus siyam, kəmə kutibə aləl-ləzinə min qablikum ləalləkum təttəqun. Təqvalı olmağın yolunu Allah qoyubdur. Bu ayda qapıları açıb deyir ki, gir, o qapıdan içəri daxil ol, təqvalı ol. Deyir ki, sizə oruç vacib edildi, necə ki sizdən əvvəlkilərə oruç vacib edilib. Bəlkə oruç tutmaq vasitəsilə təqvalı olasınız. Mən bu nüansı da deyim, böyük alimlərin nəzəri var. Bu ayda Allah haqqı, bəzən insan mütaliə eləyib, araşdıranda insan sanki bir okeyana daxil olur. Dersən, ilahi, sənin rəhmətin nə qədər böyükdür? Sənin lütfün nə qədər böyükdür? Böyük alimlər, o böyük kişilər ki var, Əhl-i Beytin naibi idilər onlar. Əhl-i Beytin vilayətini olduğu kimi insanlara çatdırırdılar. Onların nəzəri var ki, deyir, o Allah təbarək və teala ki, deyir, Kəmə kutibə aləl-ləzinə min qablikum, sizdən əvvəlkilərə vacib edildiyi kimi, bizdən əvvəlki ümmət deyil məqsəd.
Məqsəd bizdən əvvəlki olanlardan, məqsəd bizdən əvvəlki olan peyğəmbərlərdir. Alimlər buyururlar ki, Allah təbarək və Teala Həzrət Rəsulullahdan qabaq vacib şəkildə, kamil şəkildə orucu ancaq peyğəmbərlərə vacib eləmişdi. Peyğəmbərlər o şərəfə layiq idilər. Necə ki, indi bugünkü gündə bir əməl var ki, peyğəmbərə vacib idi, bizlərə müstəhəbdir. O nədir? Gecə namazı və vacib namazların nafiləsi. Peyğəmbər salavatullahın dövründə peyğəmbərə və əimməyə, imamlara vacib idi. Amma bizlərə bugünkü gündə müstəhəbdir. Yəni, eləsək çox böyük savabı var. Eləməsək də bir günah iş görməmişik. Oruç da bu cür neydi? Əvvəlki ümmətlərin peyğəmbərlərinə vacib idi və ümmətlər üçün rivayətdə var ki, müstəhəb idi. Amma Allah bizi bu oruç tutmaqla müşərrəf elədi ki, mən o peyğəmbərimə vacib qıldığım əməli sizə vacib qılmışam. O peyğəmbərə müşərrəf elədiyim əməllə sizi də müşərrəf eləmişəm. O əməl vasitəsindən istəyirəm ki, siz təqvaya yetişəsiz. Allah bəzən bəzi şeyləri bəzi şeylərdə gizlədibdir. Təqvayı da oruç tutmaqda, bu ayda Allahın qorxusundan, günahdan uzaq olmaqda və bu ayın ehtiramını saxlamaqda gizlədibdir. Çalışıb bu ayda Allahın rızayətini əldə eləməyimiz üçün hər nə əlimizdən gəlir onu etməliyik. Allahdan arzum budur ki, Allah təbarək və Teala bizləri bu ayın əhlindən qərar versin. Allah sonumuzu xətmi bi xeyr eyləsin. Allah qəlblərimizdəki hər nə hacətlərimiz var müstəcab, hər nə dualarımız var qəbul, hər nə müşkillərimiz var həll eləsin.